Şərq meyvə yeyəni. Şərq meyvə yeyəni meyvə bağlarının ən təhlükəli zərərvericilərindən biridir. Bu zərərverici əsasən şaftalı, ərik və heyva ağaclarına ziyan vurur. Onun qanadlarının uzunluğu 12-14 mm olur, rəngi isə bozuntul qonur çalarlıdır. Yumurtaları çox kiçikdir, əvvəl ağ rəngdə olur, bir neçə gündən sonra narıncaya çevrilir. Yumurtadan çıxan tırtıllar əvvəlcə ağacların cavan zoğlarının içinə girir, onlar içərdən yeyir və budaqların qurumasına səbəb olur. Daha sonra meyvələrin daxilinə keçir, toxumanı zədələyir, çürüməyə və məhsulun xarab olmasına gətirib çıxarır və əmtəy görünüşünü pozur. Bu zərərverici məhsuldarlığı 90%-ə qədər azalda bilər. Mübarizə tədbirləri. Aqrotexniki mübarizə tədbirləri. Zərərvericiyə qarşı bağların alaqotlarından təmiz saxlanılması. Quru budaqların kəsilərək yandırılması tövsiyə olunur. Kimyəvi mübarizənin vaxtında aparılması məqsədilə zərərvericilərin izlənilməsi və populyasiya arealının sıxlığının müəyyən edilməsi üçün feromon tələblərdən istifadə edilməlidir. Kimyəvi mübarizə tədbirləri. Kimyəvi mübarizədə təsir edici maddəsi spinosat, indoxakarb və sair olan preparatlardan istifadə edilməsi tövsiyə olunur.